Salam uşaqlar, bugünkü video dərsdə A matrisi ilə bağlı iki sualın izahını verəcəm. Deməli, A matrisi bu şəkildə bizə verilmişdir. A bəndində deyilir ki, A matrisi çıx, lambda Y. Y matrisidəki vahid matrisdir, yəni ki, baş diagonal elementləri vahidə bərabərdir, digər elementlər sıfıra bərabərdir. A matrisi bizə verilmişdir. Bundan bu lambda Y. Y matrisində burada yazıram sizin üçün. Bu üç tərtibli matris olduğuna görə, kvadrat matris olduğuna görə biz də burada vahid matrisi yazanda üç tərtibli kvadrat matris yazacaq. Yəni burada məsəl üçün 4 tərtibli olsaydı, burada da mən Y matrisini yazanda 4 tərtibli yazacaqdım. Burada üç tərtibli verdiyinə görə mən burada nə edəcəm? Bu Y matrisində vahid matrisi təbii ki 3 tərtibli yazacağam. Ona görə yazıram. 1 0 0 0 1 0 0 0 1 şəklində. Gördüyünüz kimi bu Y matrisi vahid matrisdir. Baş diagonal elementləri vahidə bərabərdir. Digər elementlər sıfıra bərabərdir. Təbii ki bu lambda ədədini bu Y matrisinə biz vursaq, o zaman lambda Y matrisi bərabər olacaqdır. Lambda Y matrisi bərabər olacaqdır. Lambda bu ədədlərə ardıcıl şəkildə vurulacaqdır. Lambda 0 0 sonra 0 lambda 0 0 0 lambda şəklində olacaqdır. Bizdən də soruşur ki, A matrisi çıx lambda Y matrisini. A matrisi burada verilmişdir. Lambda Y matrisində burada sizin üçün yazdım. Bunun davamını burada yazıram. A matrisi çıx lambda Y matrisi. Bərabərdir. Deməli, birinci sətrin birinci sütunun elementi burada 2'dir. Birinci sətrinin birinci sütunun elementi burada nədir? Lambda. O zaman bundan bunu çıxsaq, yazacaq burada nə? 2 çıx lambda olacaqdır. Sonra mənfi 1-dən 0'ı çıxsaq, olacaqdır elə mənfi 1. 2'dən 0'ı çıxsaq, nə olacaqdır? 2. Sonra 5'dən 0 çıxsaq, olacaq 5. Mənfi 3'dən lambda çıxsaq, olacaq mənfi 3 çıx lambda şəklində. 3'dən də 0 çıxsaq, olacaqdır 3. Mənfi 1-dən 0 çıxsaq, mənfi 1. 0'dan 0 çıxsaq, olacaqdır 0. Mənfi 2'dən də lambda çıxsaq, olacaq mənfi 2 çıx lambda şəklində. Bu oldu bizə nə verildi? A çıxılsın lambda Y matrisi. B bəndində də deyilir ki, 4 vur A matrisi çıx 2 A üstündə T'dəki A matrisinin transform edilmiş versiyasıdır. Onu da elə burada qeyd edirəm. A matrisinin transform edilmiş versiyası nədir? A matrisinin transform edilmiş versiyası odur ki, məsələn, birinci sətrin elementlərini götürürük, birinci sütunda yazırıq. Birinci sətrin elementləri hansılardır? 2, mənfi 1, 2. Onu birinci sütun boyunca yazacaq. Olacaq 2, mənfi 1, 2. Sonra ikinci sətrin elementlərini götürəcək, ikinci sütun boyunca yazacaq. Olacaq 5, mənfi 3, bir də ki 3. Sonra üçüncü sətrin elementlərini götürüb, üçüncü sütun boyunca yazacaq. Olacaq mənfi 1, 0, mənfi 2 şəklində. Bu oldu A üstündə T, yəni A matrisinin transform edilmiş versiyası. Və təbii ki, biz bunu 2'yə vursaq, o zaman bu elementlər ardıcıl şəkildə 2'yə vurulacaqdır. Yəni ki, burada yazıram ki, A üstün 2 A üstündə T bərabər olacaqdır. Nəyə? 2'ni 2'yə vuranda olacaq 4, 2'ni 5'ə vuranda 10, 2'ni mənfi 1'ə vuranda mənfi 2, sonra 2'ni mənfi 1'ə vuranda mənfi 2, 2'ni mənfi 3'ə vuranda mənfi 6, sonra 2'ni 0'a vuranda 0, 2'ni 2'yə vuranda 4, 2'ni 3'ə vuranda 6, 2'ni mənfi 2'yə vuranda mənfi 4 şəklində olacaqdır. Bu oldu 2 vurulsun A üstündə T matrisi. 4 vurulsun A matrisidəki, aydın məsələdəki A matrisinin neynəcək? Elementlərini 4'ə vuracaq. Onu da burada yazıram. Buranı göstərin. Artıq bu birinci sual sizə aydın oldu. Bunu silirəm.
Deməli 4A matrisi olacaqdır. 4A matrisi bərabərdir. Elementləri ardıcıl şəkildə 4-ə vururuq. 4 vur 2, 8, 4 vur -1, -4, 4 vur 2, 8, 4 vur 5, 20, 4 vur -3, -12, 4 vur 3, 12, 4 vur -1, -4, 4 vur 0, 4, 4 vur -2, -8 şəklində. Deməli, bizdən nəyi soruşurdu uşaqlar? 4A matrisi çıx 2 vur A üstündə T matrisi. Artıq 4A matrisini də tapmışıq. 2A üstündə T matrisini də tapmışıq. O zaman bunu hesablasaq biz, buranı silirəm. Hə, 4A matrisinin elementlərindən, bax bu 2A üstündə T matrisinin elementlərini ardıcıl şəkildə uyğunluğu pozmadan çıxırıq. Bərabərdir. Bax, buradan yazıram. 8-dən çıxacaq 4-ü. 8-dən 4 çıxanda 4. -4-dən çıxacaq 10. Olacaq -14. 8-dən çıxacaq -2-ni. 8-dən çıxırsan -2-ni. Üstünə gələcəksən, olacaq neçə olacaqdır? 10 olacaqdır. 20-dən çıxırıq -2-ni. Bax, ikinci sətrin birinci sütunun elementi 20'dir. Burada ikinci sətrin birinci sütunun elementi neçədir? -2'dir. Uyğunluğu pozmamaq şərtilə. 20'den çıxırsınız -2'ni. Olacaq 22. -12'den çıxırsınız -6. Üstünə 6 gələcək, -6 olacaq. 12'den 0 çıxanda 12. Sonra -4'dan 4 çıxırsınız. -8. 0'dan 6 çıxırsınız. -6. -8'dən də -4 çıxırsınız. Üstünə 4 gələcək, olacaq -4 şəklində. Bu da oldu. Deməli 4A çıxılsın 2 vur A üstündə T matrisi. Bu qədər. O biri sualları da növbəti videoda izah edəcəm. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Diqqətinizə görə təşəkkürlər.